Salam, kanalıma xoş gəldiniz. Bugün sizinlə dondurma dadında çox kövrək plomber kreminin reseptini paylaşıram. Bu kremi meyvəli tortlarda, pirojnalarda istifadə edə bilərsiniz. Qabın içərisinə 2 ədəd yumurta əlavə edirəm. 3 xörək qaşığı un töküb mikserlə rəngi açılana qədər qarışdırıram. Ara bir mikseri dayandırıb spatula ilə qabın kənarını təmizləyib davam edirəm qarışdırmağa. Rəngi ağarıb tam istədiyim kimi olduqdan sonra qarışdırmağı dayandırıram və bir kənarda gözlədirəm. Qazancaya 480 qram 33%lıq qaymağı tökürəm. İçərisinə 180 qram şəkər tozu töküb ocağın üzərinə qoyub ara bir qarışdıraraq qaynadıram. Qaynamağa başladıqdan sonra ocağın üzərindən götürürəm. Kənara qoyduğum un və yumurta qarışığını təkrar mikserlə qarışdıraraq hissə-hissə qaynatdığım qaymağı əlavə edirəm. Bu mərhələni mütləq mikserlə edirəm ki, içərisindəki yumurta bişməsin. Təkrar qazancağın içərisinə töküb ocağın üzərinə qoyuram. İçərisinə yarım çay qaşığı duz töküb qaynayıb qatlaşana qədər ara bir qarışdıraraq bişirirəm. Qaynayıb qatlaşdıqdan sonra təkrar qabın içərisinə tökürəm. Mikserlə təxminən 2 dəqiqə qədər qarışdırıram. Qarışdırıb bitirdikdən sonra qabın kənarını spatula ilə təmizləyirəm. Üzərini kremə dəyəcək şəkildə örtürəm və 3-4 saatlığına soyuducuya qoyuram. Dörd saat keçdikdən sonra soyuducudan götürüb təkrar 5 dəqiqə daha mikserlə qarışdırıram ki, rəngi ağarıb həcmi artsın. Artıq plomber kremimiz hazırdır. Çox dadlı, çox kövrək krem alındı. Bu kremi meyvəli tortlarda, pirojnalarda, ara qatlarında rahatlıqla istifadə edə bilərsiniz. Krem torbasının içərisinə töküb qabın içərisində naxışlar edirəm ki, görəsiniz bu kremlə naxışlar yaxşı alınır, yoxsa alınmır. Mənim fikrimcə bu krem daha çox tortların ara qatlarında istifadə etmək üçün yaxşıdır. Yumşaq krem olduğu üçün gördüyünüz kimi naxışları çox yaxşı qorunmur. Mən bu kremi əsasən tortların, pirojnaların ara qatlarında istifadə edirəm. Dondurma dadı verdiyi üçün məncə ən çox meyvəli tortlara yaraşır bu krem. Belə bugünlük də məndən bu qədər olsun dəyərli izləyicilər. Əgər videomu bəyəndinizsə bəyən düyməsinə basmağı, tanışlarınızla paylaşmağı unutmazsanız çox sevinərəm. Fikirlərinizi, suallarınızı şərhlər bölməsində gözləyəcəm. Gələcək videolarda görüşmək üzrə inşallah. Allaha əmanət qalın.